ilkin təəssüratımız son qərarımıza təsir etsin. Yəni bunu da namizəd bilir ki, aşağı-yuxarı nə suallar verirlər. Bunu süni cavablar da hazırlayıb gedə bilər də. 5 ildən sonra özünüzü harda görürsünüz? Deyir ki, bu sualı mənə verməyəcək şirkətdə. Maraqlı cavabdır. Mənim dövrüm dəyişir, yenilik gəlir. Bəli. Mən burada kimə nazir edirəm ki, xüsusilə də bilirik ki, onsuz da süni intellekt əmək bazarını daraldacaq. İş istəməyə gələndə deyirsən aləm, maaşa gələndə ailəlik göstərmir. Diplom mu yoxsa bacarıq mı bildirdiyim kimi yoxsa sözü onları qarşı-qarşıya qoyur. Çünki insan özünü o vəzifədə xoşbəxt hiss etmir. Salam hörmətli izləyicilər, İmza Qadın verilişinin növbəti buraxılışı efirdədir. Bu gün biz insan resursları, inkişaf, karyera və motivasiyadan danışırıq. Bugünkü qonağımız Premium Bankın İnsan Resursları şöbəsinin rəisi Leyla Tağıyevadır. Leyla xanım, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Çox sağ olun, yaxşı olun. Leyla xanım, bu deyirlər HR təşkilatın anasıdır. Aha. Bu doğru fikirdirmi? El olmalıdırmı həqiqətdə? Əslində bəli, siz indi loru dildə dediniz, ancaq HR bəli istənilən şirkətin strategiyasının baza strukturlarından biri hesab olunur. Deyərdim ki, fikriniz doğrudur. Niyə deyirlər? Adətən deyirlər, yəni ona görə anası deyirlər, bir işçinin dərdi olanda da dərdləşmək üçün HR-ın qapısını döyür. Bəli, çünki bütün şirkətlərdə əməkdaşların ilkin və son qapısı HR olur. Ona görə razıyam sizlə. Lap yaxşı. İş müsahibəsində eşitdiyiniz ən maraqlı cavab nə olub? Belə bir situasiyalar yəqin ki, rastlaşmısınız. Təbii ki. Namizədlərinə. Günümüzün əksəriyyəti müsahibələrlə keçir. Ona görə biz müsahibələrdə çoxlu maraqlı, belə deyək də, situasiyalarla qarşılaşırıq. Mənim karyera boyumda bir neçə təbii ki, maraqlı müsahibələrim olub. Onlardan biri də bir orta, belə deyək də, səviyyəli rəhbər heyəti idi. Vakansiyamız və namizəd gəlmişdi. Kifayət qədər təcrübəsi və yaşı var idi. Mən ondan soruşdum ki, karyera boyunuzda sizin üçün ən yadda qalan uğurlu layihəniz hansı olub və o mənə karyerasının ən uğursuz layihəsi haqqında danışmağa başladı. Niyə? Müsahibədə yalnız mən deyildim, mənim həmkarım da var idi və biz bir-birimizə baxdıq ki, nəsə baş verir də burada. Çünki biz uğurlu layihə, yadda qalan layihə demişdik. O bizə bildirdi ki, mənim ən uğursuz layihəm hal-hazırda uğurlu olmağımın ən əsas səbəbi olub. Çünki o layihəsindən sonra, o uğursuzluğundan sonra artıq öz üzərində işləməyə başlayıb və gəlib belə deyək də indiki pozisiyasına çatıb. Hətta bu bəli, bu situasiya mənə oxuduğum bir kitabdan bir sitatı xatırladır. Orada belə qeyd edilirdi ki, bəzi situasiyalar, bəzi insanlar var ki, onlar uğursuzluqdan zəifləmirlər, əksinə daha da güclənirlər. Əslində bu müsahibədə məhz bu yazının belə deyək də əyani sübutuydu. Həqiqətən illər əvvəl baş vermiş böyük bir uğursuzluğu indi onun daha yüksək vəzifədə olmasına səbəb yaratmışdır. Ümid eləyirəm ki, sizlə əməkdaş oldu. Bəli, əməkdaşlıq baş tutdu həmin namizədlə, hal-hazırda da çalışır. Lap yaxşı. Leyla xanım, ümumiyyətlə ilk 10 saniyədə, 30 saniyədə və s. müəyyən eləmək olur ki, bu namizəd uğurlu olasıdır, olası deyil. Yəni bunu götürüb götürməmək barədə bir qənaətə gəlmək. Əslində kimsə sizə cavab versə ki, bəli, ilk 30 saniyədə, ilk 15 saniyədə mən artıq qərar verirəm ki, o namizəd uğurludur ya da uğursuzdur, bu tamamilə yalandır. Ümumiyyətcə deyil təkcə müsahibələrdə, işə qəbulda, həmçinin psixologiyada ilk 30 saniyənin belə deyək də təsiri deyə bir anlayış var. Biz HR-da bunu belə deyək də oxuyanda orada scene slicing ifadəsi var. Bu nə deməkdir? İnsan psixologiyası, bizim şüuraltımız çox qısa bir müddət ərzində çox böyük bir məlumat əldə etdiyini düşünür həmin anda. Çünki bizim təcrübəmiz var, çünki bizim belə deyək də kifayət qədər yaşımız var və biz müsahibəyə daxil olanda şüuraltımız elə qəbul edir ki, biz namizədi dərhal tanımalıyıq. Ancaq biz peşəkar HR kimi təbii ki, icazə vermirik ki, ilkin təəssüratımız son qərarımıza təsir etsin. Ən çox bir maraqlı məqam var. Deməli, bəlli bir müsahibələrdə şablon suallar verilir. Bəli. Məsəl üçün, son 5 ildən sonra özünü harada görürsən və yaxud da
bir yer satıcı satış müsahibəsinə gedəndə bu qələmi mənə sat və s. Niyə də? Yəni bəlli bir sual toplusu mu var sizdə ki, bu suallar mütləq verilməlidirmi? Bunun cavabını mütləq eşitmək lazımdırmı? Yəni bunu da namizəd bilir ki, aşağı-yuxarı nə suallar verirlər. Bunu süni cavablar da hazırlayıb gedə bilər də məntiqlə, düzdür? Olmayan şeyi də təqdim eləyə bilər də. Yəni olmazmı namizədin özünü görəsiz? Namizədin özünə uyğun suallarda bir növ bədahətən gəlir. Əslində bir çox hallarda suallar bədahətən gəlir. Çünki sualların özü də müsahibənin gedişatından formalaşır. Bəli. Dediyiniz kimi satışa bir namizəd gəlibsə, təbii ki, bizim suallarımızın böyük əksəriyyəti satış yönümlü olmalıdır. Biz bilirik ki, satışa gələn namizədin yumşaq bacarıqları çox güclü olmalıdır. Demək ki, istiqamətimiz bu yöndə olmalıdır. Ancaq sizin dediyiniz məqam, belə deyək də, biz müsahibəyə daxil olanda HR və müvafiq struktur bölmənin nümayəndəsi olur və struktur bölmənin nümayəndəsi daha çox texniki biliklərdən, nəzəri praktika və sair sual verir. Biz ortamı daha da mülayimləşdirmək, namizədi bir qədər rahatlaşdırmaq üçün artıq keçirik yumşaq bacarıqlardan suallar verməyə və sizin də qeyd etdiyiniz və ona oxşar bir çox suallar əslində belə deyək də potensialını aşkarlamaq üçün verilən suallardır ki, illərdir təcrübə onu göstərir ki, əslində çox bizim üçün yardımcı olan bir suallardır. Cavabları əslində bizim qərarlarımıza təsir göstərir. O deyir, bir gün bir namizəd müsahibəyə gedir. Buna deyirlər ki, 5 ildən sonra özünüzü harda görürsünüz? Deyir ki, bu sualı mənə verməyəcək şirkətdə. Maraqlı cavabdır. İndi yəni yəqin ki, o qədər hara gedib eyni sualla rastlaşıb ki, bu müsahibədə də həmin cavabı verib. Düşünürəm ki, ancaq o sual artıq yoxdur. Necə düşündüm, məncə yoxdur. Yəni qabaqlar daha çox idi. Əvvəllər daha çox ola bilər. Əvvəllər daha çox idi. Siz CV-də ən çox hansı səhvlərlə, qüsurlarla rastlaşdınız ki, yəni bir növ biz bu izləyicilərə, gənc kadrlara tövsiyəmiz olar ki, bax bu səhvlər var, bunu eləməyin. Və ələlxüsus da yəqin ki, bir çox namizədlər özləri, xüsusi nə bilim, kompüter mərkəzlərində, dizayn mərkəzlərində CV-lərini yığdırırlar. Bu kompüter mərkəzlər götürür, ümumi təhsil diplomunu və s. zəruri informasiyaları alır. Qalan hətta bir növ cavablar şablon qalır. Hansı ki, soft skills aidinə, məsuliyyətliyəm, bacarıqlıyam, nə bilim nə. Bunlar şablon qalır. Bax, bu informasiya niyə olmağı vacibdir ki, CV-də? Yəni, zəruridirmi? Zəruridirsə, yəni o ümumi şablonlar sizə nə verir? Düşünürəm ki, CV çox vacib bir amildir işə qəbul prosesində. Nəyə görə? Biz namizədlərlə əyani şəkildə görüşürük. Ancaq əyani şəkildə necə görüşürük? CV-ni nəzərdən keçirdirik, o bizim vakansiyamıza uyğundursa, biz artıq onu dəvət edirik müsahibəyə. Ancaq düşünün ki, CV-niz bizim sizinlə qiyabi tanışlığımız üçün lazımdır. Və bu qiyabi tanışlıq o qədər təsirlici olmalıdır ki, biz sizə yəni formada görmək istəyək və tanımaq istəyək. CV-də qeyd olunan bütün məlumatlar ilk öncə düşünürəm ki, doğru olmalıdır. Biz oxuduğumuzla namizəd qarşımıza gələndə aldığımız cavab arasında artıq fərq görürüksə, o zaman namizəd artıq özünü zəiflətmiş olur. Aydın. Bəli, biz artıq onu seçmirik yox, özü artıq bizi məcbur eləyir ki, belə deyək də, onu seçməyək. Ona görə mütləq şəkildə CV-də, bəli, deyirsiniz ki, bir çox mərkəzlərdə CV-lərini hazırlayırlar, ancaq biz CV-də gördüyü işlərin təsvirini deyil də, əldə etdiyi nəticələri görmək istəyirik. Rəqəmlər hər zaman daha doğru danışır. Bəli, ona görə düşünürəm ki, söz toplusundan daha çox konkret məlumatları bizə təqdim etsələr, həm onlar üçün daha məhsuldar olar, həm bizim üçün. Aydındır, təşəkkür edirəm. Leyla xanım, bəs ümumiyyətlə namizəd seçimində HR-lar əsas nəyə fikir verir? Bax, ən vacib amil nəyə götürür? Tutaq ki, məsəl üçün, yaxşı təcrübəsi mi var? Bunu prioritetləşdirirmi? Yoxsa ümumiyyətlə təcrübəsizlər üçün bu qapı bağlanırmı? Yəni, və bir həqiqət var ki, çox yer hamı təcrübəli iş axtarmağa çalışır da. Təbii ki, vəzifəyə, iş yerinə görə dəyişir, amma daha çox. Bunu axtarırsa, yəni bəlkə həqiqətdə bunun potensialı, təcrübəsi yoxdursa da, potensial təcrübəlidən daha üstün ola bilər.
Niyə bu prioritetləşir? Sualınızı bildirdiyiniz zaman özünüz də vurğuladınız və çox doğru vurğuladınız ki, bu ilk öncə vakansiyadan asılıdır. Əgər bizim vakansiyamız təcrübəli tələb edirsə, bəli, təbii ki, biz təcrübəyə diqqət yetirməliyik. Bəli. Ancaq orta bir belə deyək də vakansiyadırsa, qərarı biz HR olaraq özümüz verə biliriksə, düzgün başa düşdüm də təcrübəmi səriştəmi demək istəyirsiniz. Təcrübə lazımlıdır. Niyə? Təcrübə bizim keçmiş biliklərimizi, keçmiş nəticələrimizi göstərir. Bəli. Ancaq potensial bizə gələcəyə dair bir işıq tutur və düşünürəm ki, mən işə götürən olaraq gələcəyə dair o namizəd ilə bağlı belə deyək də bir gözləntim varsa, mən potensialına baxıram. Yenə deyirəm, bu vakansiyadan asılıdır. Bəli. Düşünürəm ki, hal-hazırda indiki gənclərimiz də artıq bunun fərqindədirlər. Ümumiyyətcə HR-da bütün proseslər artıq dəyişir və biz 5 il əvvəl CV-ni nəzərdən keçirdiyimizdə diqqət etdiyimiz məqamlarla indi diqqət etdiyimiz məqamlar eyni deyil. Məsəl üçün, əvvəl baxırdıq ki, haraları bitirib, tamam ki, 2 universitet bitirib, 3-cüdə təhsil alır və bizdə belə bir fikir formalaşırdı ki, namizəd bizim üçün uğurlu hesab edilə bilər. Ancaq çox xoş haldır ki, hal-hazırda gənclərimizin böyük əksəriyyəti həm bir neçə təhsil alırlar, həm sertifikasiyaları hədsiz çoxdur və biz CV-ləri təhlil edəndə artıq təhsilə deyil də daha çox təcrübəyə, daha çox hansı qabiliyyətləri var, öz üzərində nə qədər çalışıb bu müddət ərzində biz onlara fikir veririk. Öz üzərində çalışmaq demək artıq potensialı səriştəli olduğunun da göstəricisidir. Çox sağ olun, çox əla bir nöqtəyə gəldiniz, çıxdınız. Baxın, məsəl üçün namizəd 1, 2 namizədi müqayisə eləyək. Namizəd var, baxırsınız ki, 7 il təcrübəsi var, misal üçün. 7 il təcrübəsi var. Bu 7 il təcrübə ilə paraleldə, məsəl üçün, amma heç bir inkişaf xətti görünmür. Bəli. Nə üzərində işləməyib, siz deməli kurs keçmir, onu keçmir, bunu keçmir və s. Yəni düzən dəyişir, yeniliklər gəlir, bu yenilikləri qəbul eləməyib də, yəni standart qalıbdır. Bəli. Amma bir şəxsdə var ki, məsələn 1 il təcrübəsi var. Amma elə 3 vərəq CV-si var, 2 vərəqi sertifikasiyadır. Orada onu öyrənir, bunu öyrənir. Sizin üçün bax, məsəl üçün uğurlu namizəd hansıdır bunları müqayisə eləsəz? Mən HR olaraq düşünürəm ki... Yəni 7 il təcrübə, 1 il təcrübə, amma digər informasiyalarda... Bəli. Yenə deyirəm, indiki dövrdə təcrübə bir çox hallarda o qədər də effektiv deyil. Çünki çox sadə bir misal deyəcəm. Mənim 3 il əvvəl əldə etdiyim sertifikat var. Mən sertifikatlarıma baxırdım bu yaxınlarda və fikir verdim ki, o sertifikatın heç bir dəyəri yoxdur bu günümüzdə. Həmçinin də mənim 4 il əvvəl HR-da fəaliyyət göstərərkən gördüyüm işlərlə, indi gördüyüm və ya eyni ildə mənimlə eyni vəzifədə işləyən indiki hansısa bir HR-ı təhlil edəndə tamam fərqli işlər görülür. Ona görə keçmişə dayalı, bəli, təcrübə çox böyükdür. Qərar vermədə, xüsusən də idarəetmə sahəsində, əgər vakansiya idarəetmə üzrədirsə, bəli, təcrübənin rolu böyük ola bilər. Ancaq nisbətən aşağı pozisiyalarda təcrübə artıq bir o qədər də əhəmiyyət kəsb etmir, deyə düşünürəm. Tutaq ki, hansısa bir nümunə deyirəm sizə, bir audit rəhbər dostumuz var. Bu, bir gün bir misal çəkdi, deyir ki, yoxlama aparıram bankda, əvvəl çalışdığı bankın birində. Təcrübə niyə? Mənə görə təcrübə, yəni sizin bugün fikrinizə əks fikirdir demək istəyirəm ki, yəni burada bir mübahisə yaranır da bir növ. Deyir, getdim yoxlamaya. Sual verirəm ki, məsəl üçün biz banklarda işçi, əməkdaşlar imza nümunəsinə, müştəri ilə əməliyyat aparanda imza nümunəsini qaldırıb uyğunluğuna baxmaq bir öhdəliyi var idi də, belə deyək ki, bunun məndə imza nümunəsindən gələn sənədin imzası uyğundurmu? Sual verdim, yəni həmin əməkdaşa ki, imzaların uyğunluğunu yoxlayırsınızmı, yəni papkalardan götürürsünüzmü? Deyir, bəli. Sadəcə bir dənə göz gəzdirdim, dedim o papka, 3 dənə manonu götürün, bunları yoxlayın. Burada ziddiyyət var. Nədən? Bunu danışdıram, deyir, bu artıq təcrübə idi. Mən manonun tozundan bildim ki, bu aylarda açılmır. Yəni, elə şey var ki, həqiqətdə onu nə sertifikasiya keçdiyi kursda qazana bilməyəcək,
nə hansısa aldığı ali təhsildə qazana bilməyəcək. Təcrübə önəmli bir faktordur. İxtisasa təbii ki, uyğun olaraq, vəzifənin tələbinə uyğun olaraq. Mənə görə təcrübə məsələsi. Təcrübə bahalı sərvətdir. Zəngin bir sərvətdir. Yaxşı təcrübələri yaxşı dəyərə satırlar. Təbii ki. Çünki o təcrübəni hansı ki, bunu ancaq təcrübədə öyrənmək olar. Yəni öyrənməyin yolları var. İnformal, formal, nə bilim və s. Qeyri-formal təhsillər var. Amma bunun ən vaciblərindən biri elə şey və praktikada öyrənmələrdir. Yəni bunun hamısını, yəni fikir olaraq demək istəyirəm ki, mənə görə namizəd uğurlu, ancaq təcrübəsi olmasa da olar. Bu fikirlə qəti razı deyiləm. Özüm ölçdüyüm meyarlar var ki, əslində uğurlu insanlar, daha çox uğur qazananların bir növ hekayəsinə diqqət eləsək. Məsələn, insan həqiqətdə 100% talantlı, savadlı, nə bilim, alim, oxuyan, gecə-gündüz. Məsələn, nümunə verə bilərəm ki, bizim tələbə var idi. Bu, eləcə minimum 98 balla apellyasiya şikayəti verirdi də. Yəni, adam oxumaq üçün doğulubdur. Amma daim öz pozisiyasındadır. Bəli. Tamam, yəni oxumaq həyat hobbisidir. Pozisiya, yəni öz pozisiyasında da qalır. İnsan da var ki, təcrübə böyükdür, çox böyük təcrübəsi var. Amma təcrübə arxasında bunu dəstəkləyən savad yoxdur deyə. Bu bəlli bir nöqtəyə qədər qalxa bilir. İstəsə də, yəni lap üstü səviyyə qədər, rəhbər vəzifəsinə qədər və s. əngəlləyən, bunun təcrübəni dəstəkləyən nəzəriyyə savad olmadığı üçündür. Bunun ikisi də təhlükdə, sonu yoxdur. Uğur axıra kimi deyil, yarımçıqdır. Təcrübə amma onsuz da il təbii ki, yəni uğurlu insanlar, əsl dediyimiz peşəkarlıq, peşəkar adı verdiyimiz şəxslər, doğrudan da baxsan ki, nəzəriyyə ilə təcrübəni sintez eləyənlər olublar. Təcrübəninmi, potensialımı, səriştənimi? Yəni təcrübə, bax, təcrübə də var, təcrübə var. Təcrübəyə iki aspektə baxaq. Biri var, rutin işlə mən 10 ildir eyni iş görürəm. Yəni 10 ildir girirəm, bu sənədi sistemə vururam. Bu təcrübə deyil də, bu rutinlikdir. Səhər bunu süni intellekt əvəz eləyir, avtomatlaşmış sistem də əvəz eləyir. O işi lazımdır. Yeri gəlsə lazım da olmayacaq. Qarşıdaşı dönümdə o kadrlara da heç ehtiyac yoxdur. Tamam. Amma insan da var ki, o təcrübə dediyimiz baş daşdan daşa dəyib, yoğrulub. Bəli. O çətinliyə düşüb, problemə düşüb, orada nə bilim riskə düşüb, həll eləyib, uğursuzluq yaşayıb, nə bilim bir səhv eləyib, səhvdən nəticə çıxardıb, növbətisində o həmin səhvi düzəldib. Yəni bu artıq harda səhv eləməməyi bilir. Çünki bu zamanda bu səhvi eləyibdir, uğursuzluğunu görübdür, nəticəsini görübdür. Bu artıq bu başqa bir şeydir, bu yaradıcılıq. Və ondan nəticə çıxarıb düzgün sistem qura bilibsə, yəni insan var ki, məsəl üçün qurmaq üçün yaranıb da, deyir ki, mənə bunu ver, qurum, sıfırdan qurum. Sistemi qurmaq, iş aparmaq. Yəni bu təcrübədən də, bu bahal sərvət. Bunu ancaq dediyimiz kimi, bunu hər işçi də gəlib eləyə bilməz. Dediyim kimi, bunu arxada dəstəkləyən savad lazımdır. Bu təsəvvür eləyin, yaxşı, mənim təcrübəm var, mən bilirəm ki, bunu götürüb bura qoymalıyam. Düzdür? Savad yoxdur, bilmirəm ki, bunu bura qoymaq hansı qanunu pozar. Eləmək olar, olmaz. Bunu artıq arxasında nə deyirsiniz? Siz tamam fərqli bir aspektdən baxdınız. Gəlin beləcə, mən öz təcrübəmdən bir misal deyim sizə. Bir vakansiyamız var idi. Vakansiyamızda biz şöbə müdiri götürəcəkdik. Bir neçə il əvvəlin söhbət idi. Bir çox namizəd var idi, ancaq daha çox 2 namizəd bəyənilmişdi. Biri 40 yaş üzəri idi, 20 ilə yaxın təcrübəsi var idi. Digəri isə 5-6 illik təcrübəsi var idi. Və bizə nisbətən innovativ biri lazım
lazım idi. Nəyə görə bəs 20 il təcrübəsi olan digər mərhələyə keçmişdi? Çünki praktiki bütün sualların cavablarını vermişdi. Dediyiniz kimi, idarəetmə sahəsində də təcrübəsi olduğu üçün bu bizim üçün avantaj hesab olunurdu. Ancaq digər namizəd yaşı və təcrübəsi digərlə müqayisədə aşağı olsa da innovativ idi və bizim istəyəcəyimiz səriştələrin əksəriyyəti onda var idi. Baxın, bir tərəfdə təcrübə güclü idi, digər tərəfdə isə səriştə, potensial güclü idi. Və artıq yenə deyirəm, dövrümüz çox fərqli dövrdür və demək olar ki, hal-hazırda bütün iş yerlərində transformasiya gedir, bir dəyişiklik gedir, rəqəmsallaşma gedir və məhz rəqəmsallaşma hissəsində artıq bir çox təcrübəlilər çox təəssüf ki, sıradan çıxmış olurlar. Çünki bu dəyişikliyə belə deyə də qəbul edə bilmirlər. Bəli. Problem oradadır. Problem oradadır. Problemi vurğuladınız. Bax, problem xətti budur. Zaten əgər mənim dövrüm dəyişir, yenilik gəlir. Bəli. Mən burada kimə nazir eləyirəm ki? Düzdür? Ya qəbullanmalıyam. Bəli. Ya yeniliyi qəbullanıb axara düşüb getməliyəm, ya da bazar özüm, əmək bazarı məni özü sıradan çıxardasın. Elədir. Ona görə gələn yeniliyi qəbullanmamaq başa düşdük, o ayrı bir meyardır. Amma təcrübəsi də olan, bax, məsələn üçün, elə bizdən də üst nəsillər var ki, bugün rəhbərlərdir, düzdür? Bütün günü, misal üçün, idarəetmə metoduna baxsam, bu nədir? Məsəl üçün, süni intellekt gəlir, bunu mütləq öyrənin. Özü öyrənməsə də tətbiqindən vaz keçmir. Ancaq özü bilmədiyi şeyi necə idarə edəcək? Yox, özü bilmədiyi, gəl belə deyək də, necə deyək? Menecmentlik ayrı bir şeydir. Bəli. Mənim yaxşı bu menecmentlik idarə etmə təcrübəsi. İdarə edicinin vəzifəsi, bütün, məsələn, Premium Bankın hansısa bir sədrinin vəzifəsi bütün şöbənin işini bilmək deyil. Təbii ki, deyil. Yəni, bu nə IT-nin işini bilməyə borçlu deyil, nə HR-ın işini bilməyə, yəni, ya idarə etməyi bilmək öhdəliyidir. Təbii ki. Yəni, tamam, bu məsəl üçün də əsas menecment qabiliyyəti uyğun namizədi və uyğun məsuliyyət ötürməni bilməlidir. Ona görə də mütləq şəkildə nə ötürdüyümü bilməliyəm, bu məsuliyyətini götürməliyəm ki, mən kimə hansı rolu verirəm və bu rol fəsad çıxsa, məsuliyyət mənim üstümdədir. Menecment bunları yaxşı bilməlidir, idarə etməyi bilməlidir. Onda belə deyək də, bu müqayisə baxır onda hansı pozisiya üzərində. Təbii ki, pozisiya faktoru önəmlidir. Əgər dediyim kimi, şöbə müdürü vəzifəsindədirsə, mütləq şəkildə təcrübə bir qırağa, amma onun potensialı lazımdır bizim üçün ki, idarəetmə onsuz da öyrədilə bilən və öyrənilə bilən bir sahədir. Amma uyğunluq, dəyişikliyə uyğunlaşa bilməyən insanı istəsək də biz belə deyək də nəticəni əldə edə bilməyəcəyik. Tam haqq qazandırıram. Ona görə biz yekunun işçiləri 3 yerə ayırırıq. Deməli, zəiflər, ortalar, bir də ən yaxşılar. Yəni, yaxşı kateqoriyası da yox, çünki ən yaxşı qalır. Zəif onsuz da dövr özü çıxardır sıradan. Çünki niyə əvəz eləyən avtomatlaşma gəlir, sistem, texnologiya və süni intellekt. Bu, zaten zəifləri sıradan çıxardır, düzdür? Ortaların özü seçim qərar verməlidir. Ya mən dediyimiz kimi yol ayrıcındayam, ya bu yolu getməliyəm, dəyişikliyə transformasiya olmalıyam, ya da əmək bazarı məni çıxartmalıdır. Amma meydan ən yaxşılarındır. Ya o ortadan çıxıb ən yaxşıların sırasına qoşulmalıdır, ya da ki, meydanı tərk eləməlidir də. Yəni, bunun başqa variantı yoxdur. Xüsusilə də bilirik ki, onsuz da süni intellekt əmək bazarını daraldacaq. İstəsək də, istəməsək də. Sadəcə daralma da daha çox rutinlərdir. Yaradıcı insanlar, analitik insanlar, ondan süni intellektin özündən düzgün istifadə edib daha effektiv səmərə götürməyi bacaranlar, data ilə işləməyi bacaranlar, emosional bağ olan işlər, hansılar ki, satmağı bacaranlar, bunlar qalasıdır bazarda da. Yəni, meydan bunlarındır. Ona görə də qərar onlar özü verib, öz taleyini həll eləməli. Çox sağ olun fikir mübadiləsi üçün. Bəs Leyla xanım, ümumiyyətlə, sizcə diplom vacibdirmi? Diplom önəmli faktordirmi? Yoxsa belə deyək də, bacarıqmı?
Ola bilər adam bacarıqlıdır, amma diplomu yoxdur. Belə situasiyalarda bəzən məsəl üçün əksər iş yerləri, maliyyə təşkilatları üstün işə götürmədə ali təhsil Bəli. qabardırlar. Amma məsələn tutaq ki, kollec tələbələri bir növ qapısı üzünə bağlanır və onların içərisində bacarıqlılar da var. Yəni bunu necə önəmsəmək olar? Əslində günümüzün ən aktual suallarından biridir. Deyə bilərəm ki, biz beynəlxalq praktikaya baxsaq hal-hazırda çox böyük şirkətlər, Google, Amazon, IBM artıq diplom tələbini belə deyək, getdikcə azaldırlar. Və səriştə əsaslı skill-based hiring deyirlər. Yəni səriştə və bacarıq əsaslı müsahibələrə üstünlük verirlər. Ancaq düşünürəm ki, hal-hazırda Azərbaycan reallığında diplom vacibdir. Çünki diplom bizə qapını açan bir, belə deyək də, əsasdır. Ancaq o iş yerində qala bilmək üçün mütləq şəkildə bacarıq lazımdır. Diplommu yoxsa bacarıqmı, bildirdiyim kimi, yoxsa sözü onları qarşı-qarşıya qoyur. Ancaq mən onları Yəni eyni anda olmağı vacibdir. Bəli, qarşı-qarşıya deyil də, yəni alternativ kimi birini seçə bilmərik. Ancaq onları paralel şəkildə idarə edə bilsək, yəni biz diplom, yəni bir növ nəzəri biliyidir də, düzdürmü? Nəzəri biliyimizi potensialımızla birləşdirsək, çox güclü nəticələr əldə edə bilərik. Ona görə mütləq şəkildə ikisini də balanslı qorumaq lazımdır. İkisi də önəmli Bəli, məsələ. bəli. Bəs bir də Leyla xanım, deyirlər, bizə iş yerlərində biz bir ailəyik. Bəli. Bundan da oradan mı bütün iş yerləri ailədirmi? O bir gün biri müsahibəyə gedir, deyir ki, Lətifə kimidir, deyir ki, biz burada ailəyik. Deyir, hə sizdən qabaqçı iş yerdə deyirdi ailəyik, amma axırda miras üstündə dava düşdü. İndi doğrudan, yəni iş yeri ailədirmi? Yəni həqiqətdə çünki insan işini də çoxsun, zamanının Çoxunu, bəli. 9 saatını işdə olur. Yəni Bəzən buna daha bir çox. ailə kimi. Yəni Bəli. amma sadəcə bu söz çox seynənli, mənasız, o sözü vəd verib, amma onu görməyiblərmi deyə o söz dəyərdənmə düşüb. Yəni bu niyə söz əməsində qiymətli sözdür. Yəni söz niyə hörmətdən düşüb də biz bir ailəyik deyə təqlid eləyə ailə olmadığını əməllərəmi görə bunlar sizə bu daha çox çəkisini itirib bu söz. Mən düzün desəm əksini düşünürəm. Məncə artıq o söz dəyərdən düşməyib, daha çox qüvvəyə minib. Nəyə görə? Artıq şirkətlərimiz əməkdaşlarına daha dəyər verirlər. Onlar üçün daha gözəl imkanlar yaradırlar. Çox razıyam. Bəli, bir növ ailədir. Nəyə görə? Günümüzün böyük əksəriyyətini, yəni belə deyək də işlək vaxtın 12 saat aktiv olur da insan gün ərzində daha çox. 12 saatın biz 9 saatı nahar fasiləsi daxil 9 saatını işdə keçirdirik. Və biz o kollektivimizlə, ailə adlandırdığımız kollektivimizlə ən çətin keyslərin öhdəsindən gəlirik. Çox böyük bir uğur əldə edirik, sevincimizi bir yerdə bölüşürük və ya belə deyək də kiçik konfliktlər olur, onları həll etməyə çalışırıq. Baxsaq, eyni ailəmizdəki kimidir. Ailədə də sevincimizi bir yerdə bölüşürük, konfliktlərimiz də olur. Ancaq nəticə nə olur? Hamımız bir məqsəd uğrunda gedirik. Ona görə, bəli, mən düşünürəm ki, bizim iş yerimiz bizim ikinci ailəmizdir. Adətən biz belə deyirik. Və ona görə də necə birinci ailəmizi qoruyuruq, ona sadiqik, dəyər veririk, əlimizdən gələni edirik onun üçün. Eyni zamanda işimizə də eyni belə də dəyəri verməliyik, bəli. O daha çox onun məncə arqumentindən biri deyir, iş istəməyə gələndə deyirsən ailəm, maaşa gələndə ailəlik göstərmir də. Yəni ona görə bu faktorlar məncə onun təsirləri var. Ona görə də bayaq dediyim sözə uyğun ki, çox insan artıq o ailə sözünü bir növ ironiya ilə qarşılayır. Bu faktorlara gələndə ancaq öz bir qarşılıqlı olmalıdır. Demək istəyirik ki, ailə deyiriksə, bütün hamısı qarşılıqlı olmalıdır. Çünki bilirsiniz necə, iş yeri əməkdaşa ailə kimi baxır və dəyər verir. Ancaq əməkdaş eyni belə deyək də eforu göstərmirsə, bəli, o zaman disbalans yaranır. İstənilən bu qarşılıqlı münasibətdir. İstənilən qarşılıqlı münasibətdə disbalans olanda artıq biz nəticə görə bilmirik orada. Doğrudur, tam doğrudur. Təşəkkür. Leyla xanım, ümumiyyətlə namizədlər baxırlar bizə. Bəli. Sizin ümumiyyətlə düşüncənizə görə bunlar hansı istiqamətə yönəlsinlər? Yəni bəzən kəskin olur ki,
sahə dəyişmədə, Bəli. rotasiya, bəzən təşkilat daxildə ola bilir, nə bilim, təşkilat xarici də ola bilir və s. Yəni, ümumilikdə sahəni dəyişmək istəyir. Biri gəlir ki, mənim özümə bununla bağlı müraciət çox olur. Mən müştəri ilə işləməkdən bezdim. Mən HR-da işləmək istəyirəm. Yəni, belə kəskin dönüşlər, məqsədə uyğun hesab eləyirsinizmi? Tövsiyə verirsinizmi? Şəhət düz eləyirsən, elə 15 illik satışda müştəri xidmət təcrübəsini qoy bir qırağa, başda HR-dan çünki bu sahəyə gəlirsə, bu sahənin təzə yeni mütəxəssisidir, bir növ kiçik mütəxəssisidir. Hansı ki, burada baş mütəxəssisə qədər qalxıb da, yəni böyük bir təcrübəsi var, 6 illik, 5 illik təcrübə var. Yəni, yəqin ki, artıq belə deyək də, psixoloji olaraq orada artıq özünü xoşbəxt hiss eləmir deyə kəskin dönüşlər eləmək istəyir. Siz onu uğurlu hesab eləyirsinizmi? Belə kəskin dönüşlər ümumiyyətlə uğur verə bilərmi? Yəni, yaxşı bir riyaziyyat müəllimi gəlib tarixdən dərs deyə bilərmi? Birinci verdiyiniz sual, yəni struktur daxilində əməkdaş bir departamentdən, struktur bölmədən digərinə keçid etmək istəyir. Riyaziyyat müəllimi, tarix müəlliminə tam cavab verə bilməyəcəm, ancaq təbii ki, belə deyək də, hər şey insanın öz əlindədir. Mən düşünürəm ki, mən bugün hüquqşünasamsa və mən düşünürəm ki, artıq bu vəzifə, bu ixtisas məni xoşbəxt etmir və mən HR olmaq istəyirəmsə, burada mənim qarşımda heç bir sərhəd ola bilməz. Yəni, mənim əlimdədir. Mən bu sahəyə də gələm. Necə ki, hüquqşünaslığın siz dediyiniz kimi bir pilləsinə qədər gələ bilmişəmsə, deməli, o bacarıq məndədir. Mən eyni zamanda HR-da da o vəzifəyə qədər qalxa bilərəm. Biz şirkət olaraq, söhbət yalnız indi çalışdığım şirkətdən getmir. Hər bir şirkətdə HR olaraq biz maksimum dəstək göstərməyə çalışırıq həmin əməkdaşlarımıza. Çünki o strukturda, o vəzifədə uğurlu olubsa, digər strukturda uğurlu olacaq. Uğur insanın özündə olur çünki. Yəni, risk eləməyi tövsiyə eləyirsiniz. Eləmək istəyən eləyə bilsin. Təbii ki, əlbəttə ki, riskdən heç vaxt çəkinmək lazım deyil. Mən düşünürəm ki, ən böyük uğurlar ən böyük risklərdən sonra gəlir. Maraqlı yanaşmadır, amma bəzən bu yanaşmaların özü də, belə deyək də, bilirsiniz, mən bəzən nəyə bənzədirəm, öz düşüncəmə görə. Təsəvvür edin, mən gəlmişəm yol ayrıcına, 5 dənə yol var. Ömrüm nədə keçir? Gedirəm, bilmirəm, gedəcəyim yol bəlli deyil. Bu yolu gedirəm, baxıram ortada, yox, bu mənlik deyil. 3 ilim getdi, qayıdıram da lab. Elə hər yolu 5 il, 6 il yoxlaya ömrüm getdi. Nəticədə bir peşəkarlığa gəlib çıxa bilmədim. Hər sahəni dənəyə gəlməkdə, yəni yoxlaya Ancaq yox, hər sahəni, hər dəfə tez-tez fikir dəyişməyə razıyam, uyğun deyil. Artıq HR da düşünür ki, hər dəfə nə qədər aşağı vəzifədən başlamaq olar. Çünki biz gənclərimizə də yol açmalıyıq. 10 il işləyən əməkdaşımız 10 il sonra bir vəzifə istəyir, 10 il sonra başqa bir struktura keçmək istəyir. O, bizə də sual yarada bilər. Ancaq normal bir gəncdir, bəli, maliyyədə çalışır və hüquqa keçmək istəyir. Əgər onun aldığı ikinci bir təhsili varsa, onun potensialı həmin departamentə uyğundursa, niyə də onun qarşısında duraq? Aydındır, aydındır, təşəkkürlər. Bir məqama da toxunaq. Bəzən görürsünüz ki, qabağında durmaq dediniz. Bəzən olur ki, namizəd inkişaf etmək istəyir, amma çox yaxşı işçidir, sahə dəyişmək istəyir, həmin onunla əlaqəli. Amma bunun çox yaxşı işçi olduğuna görə bunun qarşısını kəsən müdürü var. Tutaq ki, filialda bir əməkdaşdır, bu, nə bilim, tutaq ki, riskə gəlmək istəyir, filial işçisidir, amma filial müdürü imkan vermir ki, bu mənim sağ əlimdir, döyünən ürəyindir, filialın döyünən ürəyidir, olmaz. Yəni, əngəl törətməyə çalışır, yolunu bağlayır. Bu nə dərəcədə doğrudur? Yəni, burada HR-ın missiyası nədir, rolu nədir, həqiqətdə bununla bağlı tədbir necə olmalıdır? Açıq olmalı deyilmi bu inkişaf hər kadrın üstünə? HR olaraq düşünürəm ki, ilk öncə çox təəssüf ki, belə keyslərlə rastlaşırıq. Ancaq bizim burada rolumuz nədən ibarətdir? Çox gözəl sualdır əslində. Biz o zaman həmin rəhbərlə də danışırıq, əməkdaşla da danışırıq və rəhbərə bildirmək istəyirik ki, o əməkdaş bugün sizdən çıxıb
riskə keçməsə, o demotivasiya olacaq. Bəli. Çünki insan özünü o vəzifədə xoşbəxt hiss etmir. 3R prinsipi var. Doğru vəzifədə, doğru insan, doğru iş mühiti olmalıdır. Bu R-lardan biri uyğun olmasa, onun məhsuldarlığı da aşağı düşəcək, demotivasiya olacaq və bu gün də olmasa sabah o işdən ayrılacaq. Bir var, ümumiyyətlə bizim az öncə ailə dedik, düzdürmü? Biz eyni çətir altında fəaliyyət göstəririk və o bizdən uzaqlaşıb gedib başqa bir şirkətdə fəaliyyət göstərəcəyini elə bizim öz çətirimiz altında başqa bir strukturda fəaliyyət göstərsin. Həmçinin bir rəhbərin, bir əməkdaş üzərində bu qədər fokuslanmağı əslində burada idarə etmədə bir zəifliyin göstəricisidir. Çünki çox potensiallı yalnız bir əməkdaş ola bilməz. Rəhbər, siz təsdiqləyərsiniz, əməkdaşları inkişaf etdirəndir. Bəli. Özünə davamçı hazırlayandır. Bir əməkdaşa bağlılıq artıq burada bir boşluğun göstəricisidir. Beləsi də var, qorxur ki, inkişaf elətdirmir ki, birdən gələr mənim yerimə oturar da. Yəni özündən ehtiyat eləyir. Özgüvən aşağı olan rəhbərlər ondan qaçır ki, birdən fikirləşər ki, gələr mənim yerimə tutar, ona görə inkişaf eləməsin. Yolu bağlayanlar da var da. Banklar işçi götürəndə hansı kriteriyalar daha çox önəmləyirlər? Bunlar hansı keyfiyyət, işçidə hansı keyfiyyətə daha çox diqqət edirlər ki, bu mesajı da verək izləyicilərə ki, bunlar gələcəkdə müsahibələrdə faydalı olar onlara. Ümumiyyətcə bütün gənclərə, bütün iş yerini dəyişmək istəyən insanlara mən belə deyək də balaca bir məsləhət vermək istəyərəm. Müsahibəyə gələrkən mütləq şəkildə hazırlaşmaq lazımdır. Hansı şirkətə gəlir, o şirkət nə işlə məşğuldur, o şirkətin işçi tutumu nə qədərdir, gələcək planları hansı istiqamətdədir. Biz artıq sosial şəbəkələrdən, ümumiyyətcə internet vasitələrindən istənilən məlumatı əldə edə bilirik. Biz həmin şirkətin saytına daxil ola bilərik. Elə buna oxşar bir case deyim sizə. Bu yaxınlarda bir müsahibədə oldum və müsahibəyə gələn namizəd ümumilikdə gəldiyi yer haqqında heç bir fikrə sahib deyildi və sual verəndə ki, bizim şirkət haqqında nə bilirsiniz? Cavab verdi ki, Instagramda bir reelsə baxmışdım, ancaq tam da bilmədim, axıra qədər baxa bilmədim. O namizəd nə dərəcədə savadlı, az öncə dedik təcrübəli, diplom və s. nə olur olsun, onun gələcəyi iş yerinə dair göstərdiyi münasibət artıq onun şəxsi keyfiyyətlərindən və gələcəkdə bizdə işdə verilən tapşırıqlara hansı məsuliyyətlə yanaşacağından xəbər verir bizə. Ona görə mütləq hazırlaşmaq lazımdır. Verilə biləcək suallar üzərində çalışmaq lazımdır. Ünsiyyət çox vacibdir. Çünki biz insanları, biz namizədləri müsahibədə tanıyırıq. Və o qısa müddət ərzində siz özünüzü nə dərəcədə göstərə bilsəz, təqdim edə bilsəz, axı təqdim etmə qabiliyyəti deyə bir anlayış var. Məşq eləyib gəlsinlər. Mütləq şəkildə. Biz təlimlərə hazırlaşmazdan öncə, təbii ki, bunun təlimlərində olmuşuq biz, təlimçi kimi mütləq güzgü qarşısında çıxış edirdik. Və o bizim nitqimizi, o bizim qarşı tərəfə təsir etmə qabiliyyətimizi bizə əks etdirirdi və biz baxırdıq ki, boşluğumuzu siz daha yaxşı bilərsiniz. Biz öz boşluğumuzu müəyyən eləyirdik orada və bunu namizədlər də edə bilər. Telefonla kənardan çəkə bilər özünü. Elə telefon ən yaxşıdır ki, bütün sonradan izləyəndə insan fobiyası yaranır özünə qarşı da. Ya hamı o vaxt toy kasetlərinə də baxıb belə özündən utanırdıq da, bu hər insanın özündə var. Və insan özünə qarşı bir növ tənqidçi olur. Yəni daha çox burada bunu belləməsəydim yaxşı olardı və s. Yəni məncə çəkib öz əməllərini, səhvləri özünə xoş deyilsə, deməli başqasına da xoş olmayasıdır da. Yəni ona görə çəkib məşq eləmək. Bu məqamlara diqqət yetirsələr, müsahibələri daha uğurlu olar deyə düşünürəm. İnşallah. Mən də inanıram ki, uğurlu olarlar. Leyla xanım, və son olaraq gənclərə elə bir tövsiyə verin ki, 3 vacib tövsiyə. Bu vəzifəsindən, iş yerindən asılı olmayaraq hamısı üçün faydalıdır. Yəni bu backdir, front ofisdir, back ofisdir, fərqi yoxdur. Bank sektorudur, qeyri-bank sektorudur, şirkətdir. Hamı üçün faydalı olsun. Bu namizədlərdə prioritetdir. 3 dənə vacib xüsusiyyətdir ki, xüsusiyyət deməyək, bacarıq mı deyək, adını necə istəyirsiniz qoyaq.
bu tövsiyə onlara faydalı olmalıdır. Düşünürəm ki, bu günümüzdə, müasir dövrümüzdə, çünki çox tez dəyişir hər şey və məcburən və belə də könüllü məcburiyyətdir bu. Biz dəyişikliklərə uyğunlaşmağı bacarmalıyıq. Bunu hər kəs artıq özünə aşılamalıdır. Siz diqqət yetirsəz, bizim övladlarımız artıq məktəblərdə bizim keçdiyimiz standart təhsil proqramından keçmirlər. Çox fərqli layihələr edirlər, çox fərqli belə də dəyişik praktiki nümunələr üzərindən gedərək təhsil alırlar və artıq bizim təhsilimiz onları elə yetişdirir. Bəli. Ancaq biz bu dövrün ortasına düşdük və hər şeyə biz məruz qaldıq da, belə deyim. Ona görə biz buna uyğunlaşmağı özümüzə vərdiş etməliyik. Hər gün nəyinsə dəyişəcəyini artıq qəbul edirik. Biz işə bu gün gedəndə olur ki, aylar üzərində hazırladığımız layihə tamam fərqli bir versiyaya çevrilə bilir. Ona görə dəyişikliyə adaptasiya, tez müddətdə adaptasiya olmağı öyrənməliyik. Düşünürəm ki, bu çox vacibdir. Elə öyrənmək demişkən biz öyrənməliyik. Biz öyrənməyi öyrənməliyik. Biz özümüzü tanımalıyıq. Düşünürəm insan ən yaxşı insanı özü tanıyır. Mən bu dəqiqə deyə bilərəm ki, Leyla olaraq Leylanın nəyə, hansı belə deyək də səriştələrini inkişaf etdirməlidir. Bunu kənardan baxan biri çox dəqiq deyə bilməz. Ona görə biz özümüzü tanıyıb və qəplərimiz üzərində, boşluqlarımız üzərində çalışmalıyıq. İkincisi. Bu ikincisidir. Üçüncüsü isə mən hər kəsə, xüsusən də gənclərə demək istəyirəm ki, risk etməkdən heç bir zaman qorxmasınlar. Onlar özlərini hansı iş yerində xoşbəxt hiss edirlərsə, oranı seçsinlər. Kənar amillərin onlara təsir etməsinə imkan verməsinlər. Bir növ, belə deyək də, çalışsınlar ki, özləri olmağı bacarsınlar. Bu, indi faktiki çalışan əməkdaşlar üçün də keçərlidir, təbii ki. Çox gözəl suallardan əsasən mən bu cavabı dedim. Yəni, iş yerini dəyişmək istəyir, vəzifəsini dəyişmək istəyir, ixtisasını dəyişmək istəyir. Həqiqətən özünü harada xoşbəxt hiss etmək istəyirsə, ona uyğun addımlar atmalıdır. Əsas xoşbəxt o. Mütləq şəkildə. Tam razıyam, çünki insan gördüyü işdə xoşbəxt deyilsə, o özlərini motivasiya etməlidirlər. Təşkilatın nə xoşbəxt eləyəsidir. Birincisi, bunun özü xoşbəxt olmalıdır ki, təşkilatda bundan fayda götürə bilsin. Xoşbəxt olmayan işçidən heç kim fayda götürə bilməz. Təşəkkür edirik belə gözəl, dəyərli fikirləriniz üçün. Həqiqətdə çox möhtəşəm yanaşmanız, peşəkar yanaşmanıza görə təşəkkür edirəm Leyla xanım. Leyla xanımın bugünkü müsahibəsinin sonu olaraq bu qənaətə gəldik ki, Leyla xanım gənclərə demək istədi ki, iki şeyə mütləq inanın və güvənin. Bir özünüzə, bir güzgüyə baxanda gördüyünüzə, bir də yuxarı baxanda görmədiyinizə. Düzdürmü? Yekun olaraq. Doğrudur. Bu ikisinə güvən mütləqdir Leyla xanım. Mən də fikirləşirəm ki, insan mütləq inanmalı və güvənməlidir. Çünki bu inam güvən olmasa siz dediyiniz risk etmə əmələ gəlmir. Özünə inanmayan necə risk eləsin? Birinci özünə inanmalıdır ki, risk eləməlidir. Bir daha təşəkkür edirəm gəldiyiniz üçün. Çox xoş oldu. Minnətdarıq, çox xoşdur. Ümid edirəm ki də bugünkü görüşümüz xüsusilə böyük bir auditoriya üçün çox faydalıdır. Qarşılıqlı. Əziz izləyicilər, verilişimizin sonuna gəldik. İmza Qadın verilişinin növbəti buraxılışında hansı müsahibimizi görmək istəyirsinizsə, şərh bölməsində qeyd edin. Kanala abunə olmağı unutmayın.